Həsən Padşah Bayandur. Daxili çəkişmələr, aparılan uzun müddətli müharibələr, Baharlıların başçılıq etdiyi Qaraqoyunlu dövlətini zəiflətmişdi. Bundan Oğuz türklərinin Bayandurlar nəslindən olan Həsən bəy məharətlə istifadə etdi. O, 15-ci yüzilliyin ikinci yarısında bir sıra döyüşlərdə Baharlıları məğlubiyyətə uğradaraq Təbrizi tutdu və Ağqoyunlu dövlətinin əsasını qoydu. Maraqlıdır ki, əvvəlcə Kiçik Asiyada bəylik quran Baharlılar və Bayandurlar Təbrizə can atmış, yalnız Təbrizə hakim olduqdan sonra böyük dövlətə çevrilmişdilər. Bunun səbəbi bu qədim şəhərin Azərbaycan taxtı adlandırılması ilə bağlıdır. Təbrizə hakim olan şəxs Azərbaycana və qonşu ərazilərə də hökmdarlıq haqqına yiyələnirdi. Həsən bəy kim idi? Onun atası Bayandurlar nəslinin idarəçilərindən olan Əli bəy idi. Həsənin anası isə öz dövrünün savadlı və geniş dünya görüşünə malik şəxsiyyətlərindən olan Saray Xatun olmuşdu. Atasını tez itirən Həsən bəy, anasının təsiri ilə gözəl təhsil və tərbiyə almışdı. Ucaboy olduğundan o, şərq mənbələrində daha çox Uzun Həsən adı ilə məşhurdur. Həsən Padşah. Təbrizdə taxta çıxan Həsən Padşah, Bayandur dövlətin gücləndirilməsi ilə məşğul olur. Dövlətdə qayda-qanun yaratmaq məqsədi ilə o, qanunnamə qəbul etdi. Qanunnamə ilə vergi ödənilməsində qayda-qanun yaradıldı. Onun vergi islahatı ədalətli idi. Yerli hakimlər tərəfindən özbaşına yığılan vergilər ləğv edildi. Bəzi vergilərin isə miqdarı azaldıldı. Bütün bu addımlar sənətkarlıq və ticarətin inkişafına müsbət təsir göstərmişdi. Uzun Həsənin hökmdarlığı dövründə köçəri maldarlıqla məşğul olan əhali daha az vergi ödəyirdi. Çünki onlar dövlətə hərbi xidmət edirdilər. Suvari qoşunların əsas hissəsini köçəri maldarlardan, tərəkəmələrdən toplanan qoşun təşkil edirdi. Digər vergilərin miqdarı azaldılmaqla əhalinin vəziyyəti yüngülləşdirilmişdi. Bütün bu addımlar ölkədə əlverişli iqtisadi mühitin formalaşdırılması üçün idi. Maraqlıdır ki, Həsən Padşahın qanunnaməsi onun ölümündən keçən təqribən 100 il ərzində qüvvədə olmuş, Səfəvilər dövlətində də tətbiq olunmuşdu. Bütün bunlar Həsən Padşah Bayandurun ədalətliliyindən və uzaq görənliyindən xəbər verir. Uzun Həsən həm də mahir sərkərdə idi. Döyüşlərdə ağlasığmaz taktikaları, qətiyyəti və cəsarəti ilə şöhrət qazanmışdı. Təsadüfi deyil ki, o, müasiri Osmanlı sultanı Fatih II. Mehmeti də məhz özünə məxsus sərkərdəlik qabiliyyəti sayəsində məğlub edə bilmişdi. Bu qələbə Avropa dövlətlərinin, xüsusilə Osmanlı dövləti ilə müharibə şəraitində olan Venesiyanın diqqətini çəkmişdi. Onlar böyük ümidlə II. Mehmeti məğlub edən sərkərdə ilə əlaqə qurmağa can atırdılar. Məhz Avropa dövlətlərinin təhriki sayəsində bu iki türk dövləti qarşı-qarşıya gəldi. Başlanan müharibənin gedişində döyüşlərdə gah Həsən Padşah Bayandur, gah da II. Mehmet qalib oldu. O dövrün odlu silahlarına malik ən qüdrətli ordusuna başçılıq edən II. Mehmet, cəsur Ağqoyunlu süvariləri ilə döyüşlərdə sarsılmışdı. Verdiyi itkilərə görə Ağqoyunlularla müharibəni davam etdirmədi və bir daha Həsən Padşahla döyüşə girmədi. Ağqoyunlu ordusu Həsən Padşah Bayandur ordu quruculuğuna xüsusi diqqət yetirmişdi. Elatlardan toplanan Ağqoyunlu süvariləri öz dövrünün ən qorxmaz, ən cəsarətli və dəliqanlı döyüşçüləri idi. Elatları gəzən, orduya çağırıla biləcək döyüşçülərin sayını, onların silahlanmasını, atlarla necə təmin olunmasını və s. dəqiqləşdirən dövlət məmurları var idi. Məhz bu səbəbdən müharibələr baş verərkən ordu qısa müddət ərzində çevik şəkildə toplanır və döyüş tapşırıqlarını yerinə yetirməyə hazır olurdu. Özləri və atları zirəhə bürünmüş Ağqoyunlu süvariləri ağır qılıncları, amud və gürzləri, şeşpərləri ilə rəqiblərini dəhşətə salırdılar. Onlar qədim türk ənənələrinə uyğun olaraq at üstündə sərrast ox atıcıları kimi də məşhur idilər. Həsən Padşah Bayandurun ölümündən bir qədər sonra varisləri arasında çəkişmələr başladı. Nəticədə dövlət zəiflədi və əvvəlki qüdrətini itirdi. Onu əvəz edən Səfəvilər Ağqoyunlu irsinin davamçıları oldu.